Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli fərmanına əsasən 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün 2 iyul tarixi Azərbaycan Polisi Günü elan edilib. Konstitusiya və suverenlik ili çərçivəsində bu münasibətlə iyulun 2-sində Ağcabədidə tədbir keçirilib. Tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi rayon polis şöbəsinin rəisi Knyaz Həsənov, rayon polis şöbəsinin şəxsi heyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri və hərbi hissə komandirləri iştirak ediblər. Rayon polis şöbəsinin rəisi, polis polkovniki Knyaz Həsənov toplantıda iştirak edən şəxsi heyəti salamlayaraq onları polislərin peşə bayramı münasibətilə təbrik edib. Evet, dikkat sola. Cənab polkovnik, Ağcabədi rayon polis şöbəsinin şəxsi heyəti polisin yaranmasının 107 illiyi və peşə bayramı münasibətilə təşkil olunmuş təntənə mərasimə düzülür. Məruzə etdik polis polkovnik Leytenantı Məlişov. Salam polis. Salam. Azərbaycan polisinin yaranmasının 107-ci ili və peşə bayramı münasibətilə bayramınız mübarək. Salam. Azad. Azad. Daha sonra Azərbaycan Respublikasının dövlət himni oxunub. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazovun təbrik məktubunun məzmunu şəxsi heyətin diqqətinə çatdırılıb. Çıxış edən Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan polisinin yaranmasının 107-ci il dönümü, eləcə də 2 iyul polislərin peşə bayramı günü münasibətilə polis işçilərini təbrik edib. Onlara bundan sonraki şərəfli və məsuliyyətli iş fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə bir qrup polis əməkdaşı rayonda ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinə fəal xidmətlərinə görə Ağcabədi rayon icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunublar. Xidməti işlərində fərqlənən polis işçilərinə, eyni zamanda vaxtilə polis sıralarında, hazırda isə təqaüddə olan polis veteranlarına da hədiyyələr verilib. Daha sonra müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsi tədbir iştirakçıları tərəfindən ehtiramla ziyarət olunub. Önünə çiçək dəstələri düzülüb. Bundan sonra Ağcabədi rayon Heydər Əliyev mərkəzi ziyarət olunub. Mərkəzin direktor səlahiyyətlərini icra edən Ruhun Hüseynov ziyarətə gələnləri böyük siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən lövhələrlə ətraflı tanış edib. Sonda xatirə şəkilləri çəkilib. Cəmiyyət olaraq əminik ki, milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan Azərbaycan polisi Prezident İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi tədbirlərlə vətəndaşlarımızın təhlükəsiz həyatına, insanların asayişinin qorunması işinə bundan sonra da öz layiqli töhfələrini verəcəklər. Əziz polis işçiləri, peşə bayramınız mübarək olsun. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.